Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Doğru xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. Nazirliyin kiçik həcmli gəmiləri nəzarət və sularda xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarışlar nəticəsində dalıcılar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyidləri sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda deyilir. Lerik-Lənkəran sərhədində zəlzələ baş verib. Bildirilib ki, yeraltı təkanların gücü 3 bal, dərinliyi isə 31 kilometrdə yerləşib. Zəlzələ demək olar ki, hiss olunmayıb. Sumqayıtda 61 yaşlı sürücü sükan arxasında vəfat edib. Hadisə avqustun 9-u saat 14 radələrində Qurddərəsi Bağlar yaşayış masivində qeydə alınıb. Şəhər sakini 1965-ci il təvəllüdlü Çingiz Həmdullaoğlu Bayramov idarə etdiyi B7 markalı 77 NO 487 nömrəli avtomobildə ürək çatışmazlığından həyatını itirib. Gəncədə dünən gecə saatlarından başlayan yağış bir sıra problem yaradıb. Belə ki, Nəriman Nərimanov 136 saylı prospektdə bəzi evlər su ilə dolub. İlkin məlumata görə yağış suları 3 evdə ciddi fəsadlar törədib. Belə ki, dam örtüyü yararsız olduğundan su evlərə axıb. Sakinlər mövcud vəziyyətə görə çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər. Gəncə şəhər su kanal idarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Su basmış ərazilərdə yaranan fəsadlar aradan qaldırılıb. Naxçıvanın Şapuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib. Məlumata görə qəza Şapuz Batabat magistralında qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ 21013 markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin Şapuz rayonunun Biçənək kənd sakini 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib. Faktla bağlı araşdırma işlərinə başlanılıb. Azəriqaz İstehsalat Birliyi vacib məlumat yayıb. Məlumatda deyilir, paytaxtın bəzi ərazilərində qaz kəsiləcək. Təmir quraşdırma işləri ilə bağlı sabah saat 10-dan işlər bitənə qədər Binə qəsəbəsinin İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Tağıyev, İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq deyə məlumatda qeyd olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti avqustun 14-nə qədər davam edəcək fasilələrlə yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çağacağı, dolu düşəcəyi, avqustun 11-12-sində əsasən dağətəyi və dağlıq rayonlarda yağıntıların biraz da güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi də istisna olunmur deyə məlumatda qeyd olunub.